Və bu da bizi gətirir ikinci bölməyə. Fərdi müharibə və zehni hazırlıq. Bilirsiniz, əsl döyüş heç vaxt çöldə başlamır. İlk növbədə öz beynimizin içində başlayır. Keçmişə ilişib qalan və ya emosiyalarla dumanlanan bir beyindən hansısa parlaq strategiya gözləmək absurddur. Green'in burada çox radikal, amma bir o qədər də təsirli bir konsepsiyası var. Ölüm meydanı. Bu nə deməkdir? Təsəvvür edin, arxanız divara dirənib, qaçmağa heç bir yer yoxdur. Ya döyüşüb qalib gələcəksiniz, ya da hər şey bitəcək. Müəllif deyir ki, bəzən biznesdə və ya şəxsi inkişafda böyük sıçrayışlar etmək üçün o geriyə dönüş körpülərini bilərəkdən yandırmaq lazımdır. Özünüzü elə bir riskli, çıxılmaz vəziyyətə salmalısınız ki, uğur qazanmaqdan başqa şansınız qalmasın. O qaçılmazlıq hissi insanı necə silkələyir bilmirsiniz? İnanılmaz bir diqqət və enerji yaradır. Tarixə baxaq. Makedoniyalı İskəndər. O, məhz bu fərdi uzagörənliyi ilə öz daxili dünyasını fəth etmiş ən parlaq nümunələrdəndir. İskəndər hara getdiyini, böyük həyat hədəfini o qədər dəqiqliklə bilirdi ki, emosiyalarına heç vaxt yenilmirdi. Bəs bunu bugünkü sahibkarlığa necə uyğunlaşdıra bilərik? Çox sadə. Bir startap qurucusu və ya rəhbər öz şirkətinin viziyasını o qədər aydınlaşdırmalıdır ki, rəqabətin o amansız dalğaları onu 1 santimetr belə öz yolundan azdıra bilməsin.